Bugün Ramazan ayının son cuma günüdür. Ya Rabbim sənə əl açıb and verirəm. Bu Ramazan ayının son cuma gününə çəkilən əzanlara, oxunan Quranlara, qılınan namazlara, tutulan oruclara günahlarımızı bağışla, tövbələrimizi qəbul eyle. Ya Rabbim yer üzündə sülh bərqərar eyle. Bütün müharibələrə, kinlərə, nifrətlərə, ədavətlərə son et. Ya Rabbim, yataqda olan, səndən şəfa diləyən bütün xəstələrə şəfa ver. Dünyadan köçənlərimizin, əzizlərimizin, valideynlərimizin günahlarını bağışla. Öz rəhməti və öz cənnəti və qəbul eyle. Ruhların şad eyle. Övlad arzusunda olanlara övlad nəsib elə. Ruzi arzusunda olanlara Ya Rabbim öz halal dərgahından ruzi ilə mükafatlandır. İlahi, bizi hər iki dünyada əməli salih qullarından et. Ya Rabbim, sənə and verirəm 99 adıva. Nəfsinə tabi olmayıb, doğmaların, əzizlərin arasına girib, özgə yuvalarına soxulub, özgə haqlarıyla özünə yuva quran, haqqını mənimsəyən cildi insan, qəlbi xain şeytanları sənə həvalə edib, onlardan sənə sığınıram. Ya Rabbim, bizi evimizdən imanla çıxarıb, evimizə imanla qayıtmaq nəsib elə. İlahi, bizi ahirətdə əməli salih qullarından et. Sağ əlimizə əməl dəftərimizi vermək nəsib elə. İlahi, bizi ahirətdə utandırma. Bizi alnı açıq, üzü ağ qullarından et. İlahi, gələn günlərimizi xeyirlisindən et. Yerdən, göydən, sağdan, soldan gələn bəlalardan, xətalardan sənə sığınırıq. Ya Rabbim, əzizlərimizlə doğmalarımızı, övladlarımı sənə əmanət edirəm. İlahi, sərhədlərimizi qoruyan atalarımızı, oğullarımızı, qardaşlarımızı sən qoru. Dualarımızı qəbul eyle. Bizim ömrümüzdə son Ramazandan qərar vermə ya Resulallah. Amin, amin, ilahi amin. Mənim diz çökməyimi görmək istəyən buyurub cuma namazına gəlsin. İnşallah yer olacaq.